Salam hörmətli izləyicilər. Bu günlər inşallah liflərin davamı olan bölməni çəkirik. Yəni keçən dəfə 51-də qaldıq, 50-yə qədər baxdıq. 51-ci sualda hansı reaksiyada alınan maddə tereftal turşusu ilə. Tereftal turşusu ilə biz bilirik ki, lavsan lifini almaq üçün üzərinə gərək ki, etilen glikol gələk. Buradakı C variantına uyğun gələcək. Çünki burada natrium OH-ın suda məhlulundan etilen glikol alınır. Hansı sırada maddə ilə etilen glikolun polikondensləşməsindən? Bu dəfə də əksini soruşur. Yəni etilen glikol tereftal turşusu ilə reaksiya daxil olduqda, bu da tereftal turşusu. Yəni bu isə çevriləcək turşuya COH oksidləşməsində, yəni alınan maddə bu olacaq. Yəni D variantına uyğun gəlir. Hansı reaksiya alınan maddələrin polikondensləşməsindən lavsan lifi alınır? Gərək ki, birindən alınsın etilen glikol, birindən də tereftal turşusu. Birdə etilen glikol alınır, yəni CH2OH, CH2OH. Bir də ki, yəni biri götürərik, bir də hansı turşu olar? Bir də ki, 3-də. Yəni burada da ki, tereftal turşusu alınacaq. Cavabımız 1, 3 olacaq. 4, çünki burada benzoid turşusu alınır. Olmaz. Burada bir dənə metil qrupu var. Həmin hissədə oksidləşmə getsə, benzoid turşusuna çevriləcək. Yəni cavabımız 1, 3 A variantına uyğun gəlir. Hansı reaksiya polikondensləşmə reaksiyasına daxil olan birləşmə alınır? Polikondensləşmə. Burada A variantı olacaq, çünki etilen glikol alınır. Etilen glikoldakı tereftal turşusu ilə polikondensləşə bilir. O da ki, cavab A variantına uyğun gəldi. 55 Euler Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Demək, oduncağın və pambığın tərkibinə daxildir. Oduncağın və pambığın tərkibində həm selluloza, həm də nişasta ola bilər. Yəni ki, hər ikisinə uyğun gəlir. Sonra C6H10O5N formuluna malikdir. Demək, hər ikisi yenə. 2-də də. Əsasən, bəlkə indi biz bioloq kimi fikirləşirik. Oduncağın tərkibində nişasta var, pambığın tərkibində əsasən lif olaraq fikirləşir. Pambıq lifinin tərkibinə daxildirdisə, daha doğru olar əslində. Bu A sellulozaya uyğun gəlir. Çox ehtimal elə fikirləşir. Biz indi ümumi şəkildə fikirləşdik. B2-sinə də gedir. Çünki hər ikisinin formulu C6H10O5-dir. Hidrolizində alfa glikozalar nişastadadır. Yalnız xətti quruluşa malikdir. Bu sellulozadadır. Yəni D gedir 3-ə. İsti suda həll olduqda kolloid məhlul əmələ gətirir. Y də gedir bura. 1CY, 2B, 3AD. 1CY, 2B, 3AD. Bu da B variantına uyğun gəlir. Bayaqki D'nin, A-nın yerini niyə dəyişdik? Çünki oduncaq və pambıq lifinin tərkibinə daxildir desə, biraz uyğun gələr də. Polimerlər. C6H10O5 makromolekulunda hidrogen atomlarının sayı görürəm ki, 10N-dir. Makromolekulunda hidrogen atomlarının sayı 10N. Sonra burada da deyir ki, A-dır, yəni burada 10N olmalıdır. Onda burada bizim neçə dənə hidrogenimiz var? 2, 2, 4, 5 dənə varımızdır. 5. R-də də neçə dənə olmalıdır? Ümumilikdə burada 8 dənə olmalıdır ki, 8-i 1,25-ə vuranda 10N eləsin. Demək, bura 3 dənə hidrogen lazımdır. Onda R-imizin tərkibində 3 dənə hidrogen olmalıdır. Bu da C variantına uyğun gəlir. Belə deyək də, 5 plus X vurulsun 1,25N-ə bərabərdir 10-a. 10N-ə. Onda X buradan 3 çıxır. Yəni hesabladığımız zaman.
Da CH3 eləyəcək. C variantına uyğun gəlir. 57. Reaksiya daxil olduğu, X-in reaksiya daxil olduğu maddələr, Y reaksiya tipi əvəz etmə, reaksiya məhsulu, hidrogen. X, Y ilə deyir, əvəz etmə reaksiyasına daxil olur və hidrogen alınır. Y, Z ilə polikondensləşmə reaksiyasına daxil olur və su alınır, deyir. Z ilə Z polimerləşmə, iri molekullu birləşmə əmələ gətirə bilər. Burada demək, diqqət eləsək, C6H5OH natriumla reaksiya daxil olduqda, C6H5OH natriumla reaksiya daxil olduqda hidrogen alınır. C6H5OH natriumla reaksiya daxil olduqda hidrogen alınır və həmçinin C6H5OH HCOH ilə polikondensləşmə reaksiyasına daxil olur və CHOH özü ilə polimerləşə bilir. Yəni ki, cavabımız elə Y variantına uyğun gələcək. 58. CH3, COH üzərinə xlor gəldi. Xlorun birinci burada karbon atomunda əvəz etməsi baş verəcək. Yəni CH2 xlor, plus H xlor alınacaq. H xloru çıxıblar. Sonra bunun üzərinə amonyak gəliblər, amin alınacaq. Yəni bu NH3 xlorun yerinə birləşir. C2H5OH gəldi işte X-in üzərinə isə hansı maddələr polikondensləşmə? C2H5OH da gəldi işte burada da efir alınır da xlorlu törəmənin efiri alınır. Y polikondensləşmə, yəni amin turşular polikondensləşmə reaksiyasına daxil olur, amma efirlər mürəkkəb efir burada polikondensləşmə reaksiyasına daxil olmayacaq. Onun üçün də cavabımız yalnız Y A variantına uyğun gələcək 58-də. Y-imiz amin turşu olduğuna görə amin turşular bir-birinə birləşib demək polipeptidlər əmələ gətirir. Bu da polikondensləşmə üzrə baş verir. C2H5OH 140 dərəcədən yuxarıda dehidratlaşdıqda C2H4 alınır. Bunda kalium permanganatla etilen glikol alınacaq burada. CH2OH, CH2OH. Burada isə spirt alınır. Yəni C2H5, o da spirtdir, bu da spirtdir, amma burada etil spirt alınır. Hansı maddə polikondensləşmə reaksiyasına daxil olur? Y polikondensləşmə reaksiyasına daxil olur. Cavabımız C variantına uyğun gəldi. Demək, bu hissəni biraz məsələ həllidir, genişləndirək. Enant lifi tərkibində 6 dənə CH2 qrupu, bir dənə də COH qrupudur. Polimerləşməsində buradan bir dənə H silinir, buradan da OH silinir. Yəni bizim maddəmizin burasına N düşür. Burada polimerləşmə dərəcəsini A verib. Oldu A. Polistirol ki, buna benzol halqası birləşəcək. Ki, buranın da polimerləşmə dərəcəsini 3A verib. Polizopren. Burada da CH3. Burada 2A verib. İndi biz bunlara əsasən sp3 hibrid orbitalların sayını tapaq. Burada CH2-lər hamısı sp3-dür. Yəni ki, 6, 4-ün 24 dənə sp3 var. Bundakı A-ya vuranda 6 da bu 6-dır da. 6-nı 4-ə vurdum, bu 4 dənə hibrid orbitalı 24 elədi. Burada A qədər polimerləşmə dərəcəsi var. Onda X-imizin qiyməti çıxır 24-a. Sonra buradakı sp3 halında olanlar 2 dənədir. Benzol halqasında biliyor hamısı sp2-dir. Bu da ki eləyir bizə 4, 4, 8 dənə. 3 aya vuranda yenə elədi 24-a. Bu hissədə neçə dənə var? 1, 2, 3 dənə karbon atomu sp3 hibridləşmə vəziyyətindədir. 3, 4-ün də 12 eləyir. 12-ni də 2 aya vuranda 24-a. Gördüyümüz kimi bunlar hamısı 24 aya bərabərdir. Onda bu ifadələr bir-birinə bərabərdir.
İndi bizə nə deyir? Deyir, tereftal turşusu ilə etilən glikolun polikondensləşməsindən 9 qram su alınmışsa, polimerdə olan mürəkkəb efirlər. Mürəkkəb efirlər nəydən alınır? Hər bir mürəkkəb efir turşunun spirtin haşı ilə, yəni spirtin haşı və turşunun OH-ı birləşir. O formulları yazmaya ehtiyac yoxdur. Yəni hər biri mürəkkəb efir qrupu nə qədərsə, o qədər də su ayrılacaq. Çünki mürəkkəb efirlər hidrogen və OH-ın birləşməsi nəticəsində alınır və bunlar da suya çevrilir. Bu da o deməkdir ki, 9 qram su varsa neçə mol pirabitə olar? Bilmirik. Yəni ki, 18 qram su varsa, bu da 1 mol deməkdir. Yəni 1 mol efir qrupu var. 1 mol da nə? Yəni ki, molekul sayına çevirsək, Na qədər olacaq. O molu silək. Na qədər. Onda x-imiz nə çıxır? 0,5 Na. Yəni suyun mol miqdarını tap, suyun mol miqdarı qədər efir qrupu var. O da 0,5 Na qədər efir qrupu olacaq. B variantına uyğun gəlir. Sonra hansı iri molekulu birləşmələrin tərkibində oksigen atomu yoxdur? Oksigen atomu olmasın. Lavsanda oksigen, iri molekulu birləşmə tərkibində oksigen. Lavsan bilirik ki, demək, mürəkkəb efirdir. Tereftal turşusu ilə. Polistirol, benzol halqasında vinil radikalı var. Burada karbohidrogenlərə aiddir. Kapron amin turşu da olacaq. Bir də butadiyen. Cavabımız 2-4. Butadiyen alkadiyenlərə aiddir. Yəni karbohidrogenlərə aiddir. Yəni karbohidrogen olanları seçək də bir növ. Hansı iri molekulu birləşmələr əsas zəncirində oksigen atomu var? Burada da ki, karbohidrogen olmayanları çıxırıq, yerdə qalanları götürürük. Birləşmə əsas zəncirindədir. Hə, buna diqqət eləmək lazımdır. Burada əsas zəncir söhbəti var. Bayaqçında yuxarıda yox idi ki, tərkibindədir. Burada əsas zəncirindədir. Əsas zəncirdə oksigen atomunun olması bilirsiniz nə deməkdir? Yəni mürəkkəb efir qrupu deməkdir. Çünki efir qrupu. Çünki efir qruplarında oksigen bu şəkildə spirtin elə bil ki, oksigeni ilə birləşir, bu şəkildə davam edir. Misal üçün deyək, bu şəkildə davam edəcək. Burada da ki, benzol halqası falan. Zülallarda demək, azot və karbondur. Çünki amid qrupudur da. HCO. Bu şəkildə davam edəcək. Demək, əsas zəncirdə azot və karbon var, amma oksigen yoxdur. Mürəkkəb efir olanları götürəcək. Lavsanda var. Nişastada var, bəli. Çünki karbohidratlar, alfa glikozalar bir-birinə oksigen vasitəsilə birləşir. Neylonda ki, amin turşudur, olmayacaq. Onun üçün cavabımız yenə 2-4 elədir. Hansı ilə alınmasında monomer kimi karbon turşusundan istifadə olunur? Demək, hansı liflərin alınmasında monomer kimi karbon turşusundan istifadə olunur? Lavsanda karbon turşusundan istifadə olunur. Bunların ikidə də omega demək, adipin turşusudur. Bunlar amin turşulardır. 1 ilə 4 amin turşular. Cavabımız oldu 2-3. Neylonda adipin turşusundan, lavsanda da ki, demək, tereftal turşusundan istifadə olunur. 60. Hansı polimerlərin makromolekulunda sp3 hibrid halında olan karbon atomları sayı sp2 hibrid orbitanda olan karbon atomların sayından çoxdur? Demək, xloropren. Xloropren butadiyen elə, bunu biraz əzbərə bilsəz, daha rahat olacaq. Məsəl üçün, artıq bilirəm ki, bu formulu xlor, CH, CH2. Yəni, burada görəm sp3-lərin sayı sp2-lərin sayına bərabərdir. Ki, burada dir çox olsun. Xloropren burada CH3-dür. Yəni, görürəm ki, izoprenda sp3 hibrid orbitalların sayı karbondakı sp2 hibrid orbitalda olan karbon atomlarının sayına çox oldu. Çünki bunlar sp2-dir. CH2, CH2, CH3 isə sp3-dür. Yəni, bunlar sp2-dir. CH2, CH2 kənarlarda olanlar sp3-dür. 3 dənə sp3-ümüz var, bir dənə sp2-miz var, 2-ni götürərik. Divinildə, demək, burada elə bil karbon yoxdur. Yenə görürəm ki, 2-nin 2-yədir.
Onun üçün də yenə bərabərdir. 3-ü də götürmərik. Polisterolda 2 dənə sp3 var. Qalanları hamısı sp2-dir. Olmadı. Kapron lifində avtomatik olaraq olacaq. Çünki kapron lifində 5 dənə sp3 var. Bir dənə demək, yəni NH qrupudur. 5 dənə CH2 qrupudur. Bir dənə də CO. Lif. Bu bir dənə sp2-dir. Qalanlar hamısı sp3-dür. Onun üçün də 5-i də götürərik. Neylonda bir xeyli, yəni altını da götürərik. Çünki heksametilen diamin 6 dənə CH2 qrupu NH, CH2, 6 dənə NH, karbon, oksigen, 4 dənə də CH2 adipin turşusundan gəldi buradan bonus. Bir də burada karbon, oksigen. Hər bir halda görürəm ki 10 dənə sp3 var. Bir dənə də turşu qruplarının 2 dənə demək sp2 var. Onun üçün də 1, 4, 2, 5, 6 oldu cavabımız. Elementar halqasında benzol halqası olan polimerləri göstərin. Benzol halqası olsun. Kapron lifində yoxdur. Lavsanda var. Fenol formaldehiddə mövcuddur. İzoprenda yoxdur. Lavsan tereftal turşusu. Fenol formaldehid qətranıdakı fenoldur. Onun üçün də 2-3. Elementar halqasında benzol halqası olmayan neylon, butadien 2 ilə 3-də var. Hansı liflər 2 müxtəlif monomerdən alınır? Enant turşusu, enant lifi omega amin enant turşusundan alınır, yəni eynidən. Kapron, kaprolaktamdan alınır, yəni eyni. Neylon, adipin və demək, indi dedik, adipinlə heksametilen diamindən 2 müxtəlifdən alındı, monomerdən alındı. Lavsandakı tereftal turşusu ilə etilen glikolun polikondensləşməsində alınır. Cavabımız 3-4 edər. Hansı iri molekulu birləşməli polikondensləşmə ilə alınır? Teflon tetrafluor etilendir, pirabdən qırılması iləndir. Neylon polikondensləşmədir, amin poliamid. Polimetil metakrilat yenə pirabdən qırılmasıdır. Lavsandı da, yəni ki, tereftal turşusu ilə etilen glikolun polikondensləşməsindən alınır. 2-4 eləyəcək cavabımızı. Bunların çoxunu yazmışdım deyə belə sürətli keçdik, getdik oradan. İndi bizə burada 70-də görək nə deyir? Deyir, selluloza vermişiksə makromolekulunda hidrogen atomlarının sayı A qədərdir. Polimerləşmə dərəcəsi N-dir. Sellulozanın formulunu yazaq. C6H10O5. Bizə deyir, hidrogen atomlarının sayı A qədərdir, amma polimerləşmə dərəcəsi N-dir. Buradan çıxır ki, yəni A 10N-ə bərabərdir. Onda bu aşağıda da 10N dənə varsa, hidrogen atomlarının sayı 8 dənə olan birləşməni tapmalıyıq. Ki 1,25-ə vuranda N-in demək, tərkibində hidrogen sayı 8 dənə olmalıdır ki, 1,25-ə vuranda 10N eləsin. Lavsan lifində. Lavsan lifi demək 8 dənə olmalıdır. Çünki CO qrupu, C6H4, yenə CO qrupu, bir dəfə də burada CH2, CH2 və O. Burada görürsünüz 2, 2, 4 dənə hidrogen, 4 dənə də benzol halqasında hidrogen, 8 dənə var. Lavsan lifini götürdük. Polibutadien, butadien ümumi formulunu yazıram, C4H6-dır. Da tam quruluş formulu yazmıram. Avtomatik olaraq bizə 8 dənə olan lazım idi. Polipropilen. Polipropilendəki C3H6-dır. Polipropilen də olmadı. Polimetil metakrilata baxaq. 8 dənə olanı axtarırıq. Polimetil metakrilat. Demək CH2, CH3 aşağı, COOCH3. Buradan da belə. 3 dənə hidrogen burada, bu 3-dür. 2 dənə hidrogen burada 5, 3 dənə də burada 8 dənə, yenə 1, 4 oldu cavabımız burada. %71 oxşar sualdır, yenə lavsandır. Lavsanda dedik ki 8 dənə oldu da lavsan lifində.
Çünki 4 dənə hidrogen orada. Yəni ki, A'nın oksigen atomlarının sayıdır. Və hidrogende ağlımız qalıb. Oksigen atomlarının sayını soruşur. Lavsanda karbon, oksigen, C6H4, karbon, oksigen, CH2, CH2, oksigen. Burada neçə dənə oksigen atomu var? 1, 2, 3, 4 dənə oksigen atomu var monomerdə halqasında. 4 dənə varsa, bunda bunu A'nın qiyməti 4-dən çıxır. 4-dən çıxırsa, burada tərkibində demək, yenə hidrogen atomlarının sayı 4n, polimerləşmə dərəcəsi 4n olanda X-in tərkibində neçə dənə oksigen atomu olmalıdır? 1 dənə oksigen atomu olmalıdır ki, bu 4n-ə bərabər olsun. İndi baxaq. Düz yazdı, orada birdən səhv yazarıq. 1, 2, 3, 4. Hər şey yerindədir. 4n-dirsə, demək, Lavsan A'nın qiyməti 4n-dir. Burada 4n-dir. Polimerləşmə dərəcəsi 4n-dirsə, onda X-in tərkibində bir dənə oksigen atomu olmalıdır ki, biz 4n-i o polimerləşmə dərəcəsinə vuranda 1-i 4n verməlidir bizə. Yəni, oksigen atomlarının sayı bir dənə olmalıdır. İndi neylonda. Neylon tərkibində 2 dənə oksigen atomu var. Çünki NH qrupu, CH2 6 tane, NH qrupu, CO, CH2 4 tane, CO. Burada oksigen atomların sayı 2 dənə oldu. Kapron, kapronda bir dənədir. Çünki amin qrupu, CH2 5 dənə, bir dənə də karboksil qrupun bu hissəsində bir dənə oksigen var. Kapronu götürərik. Sellulozada C6H5, C6H10 o 5'dir, 5 dənə var. Enantda da bir dənədir. Onda cavabımız 2, 4 alınır. Burada enantdakı omega amin enant turşusunun, yəni tərkibində bir amin turşudan əmələ gələn bir şey olsun. Buradakı 2, 4 eləyəcək cavabımız. 72. CH4 polimerləşməsindən nə alınır? Polimerləşməsindən, dehidrogenləşməsindən C2H4 alınır. Buradan da ki, etilen glikol alınır. Yəni, formula ilə burada yazım. CH2OH, CH2OH alınır. Kalium permanganat məhlulu rəngsizləşdirməsi. Y maddəmiz etilen glikoldur. Onda bu lavsan lifidir. Poliefirdir, bir bəli. Əsas zəncir müxtəlif atomlardan ibarətdir. Bəli, çünki poliefirlərdə oksigenlə karbon arasında olacaq. Əsas zəncir müxtəlif atomlardan ibarət oldu. Polimerləşmə reaksiyasının nəticəsində yox, polikondensləşmə nəticəsində alınır. Quruluş halqasında 10 karbon atomu, yox, 10 dənə var, bəli. Çünki demək, 4'ü də götürərik. Baxaq. Karbon C6H4, karbon, 8 dənə burada karbon, bir ustaki tərəfdal turşusunda. Bir də CH2'lər də 2 dənə, bu da 8. Bu 2, 10 dənə elədi, 4 oldu, düz. Yəni 1, 2, 4 oldu cavabımız. 73. Yenə burada eyni şeydir. Yəni lavsan lif alınır və onun haqqında deyilənlər Z üzvü maddəsinin hansı ifadə doğrudur? Polamid yox, doğru ifadələr istəyir. Polamid deyil, poliefirdir. Əsas zənciri eyni atomlardan ibarətdir, deyil. Polikondensləşmə ilə alınır, bəli. Quruluş halqasında 2 karbon atomu sp3 hibridləşmə vəziyyətindədir. Bu quruluş halqası budur. Karbon atomla sp3 hibridləşmə vəziyyətində olan 2 dənə buradadır, bəli. O da doğrudur. 2 dənə sp3, o da ki spiritin tərkibində. Bu benzol halqasıdır, sp2 damısı. Bunlar da ki 2 qat rabitələr gördüyümüz kimi birləşib, yenə sp2-dir, 3-4 elədi cavabımız. Selluloza molekulunda hidroksil qrupların sayı 12.000'dir. Biz də bilirik ki, sellulozanın tərkibində 3 dənə, yəni deyək ki, C6H7, O2, 3 dənə də OH qrupumuz var burada belə. Polimerləşmə dərəcəsi də
n-dir. Buradan da çıxır 3n bərabərdir 12.000, 12.000'ə bəli. Bunda polimerləşmə dərəcəsi də çıxır 4000. Polimerləşmə dərəcəsi 4000. 74-ün cavabı 4000 elədi. Selluloza molekulunda hidroksid qrupların sayı 9000-dir. Sellulozanın orta nisbi molekul kütləsini hesablayın. Yenə eyni qayda üzrə buranı silək. Yəni 3n-dir. Sadəcə biz burada bunu 9000-ə bərabər eləyəcək. N-in qiyməti çıxacaq 3000. 3000 çıxandan sonra 3'ü də vurarıq 162-yə. 162'ye vuranda 48, o da 6, 486. 486 min elədi. Cavabımız 486 min. Sonra nədir bizə? Neylon lifidirsə, neylonda biz bilirik ki, turşu qrupunda 4 dənə karbon atomu, amin qrupda da ki 6 dənə var. X plus Y istəyir. Buraya elədi 10. Neylondursa, bu turşu yenə buradadır 4'dür. Y buradadır 6'dır. 6'dan 4 çıxanda 2 qalacaq cavabımız. Sonra 78. Lavsan lifi makromolekulunda sp3 hibridləşmə vəziyyətində olan lavsan lifidəki demək sp2 halında olan, sp2 halında olan 8 dənədir. 10 dənə karbon atomu var. Benzol halqasında C6H4, CO, O, CH2, CH2. Bura zaten sp2'dir. Bu sp3'dür bu isə. Bunlar sp2'dir. Bir de bu 2 dənə sp2'dir. Ümumilikdə 8 dənə sp2 var. Hibrid orbitalların sayındakı sp2'də 3 dənə hibrid orbital olduğundan 8 vur 3, 24 dənə hibrid orbitalı var. Polimerləşmə dərəcəsi də bizə deyir n-dir. Yəni 24 n dənə varımızdır. Bu da 36 minə bərabərdir. Onda n bərabərdir 1500'ə. Bu belə. N'in qiyməti 1500. Lavsan lifi polimerləşmə dərəcəsi 1000, molekul karbon atomlarının sp2 hibrid orbitallarının sayı. İndi bu dəfə bizə deyir ki, bu N'in qiyməti bu isə 1000'dir. Yəni polimerləşmə dərəcəsi 1000'dir. 1000 polimerləşmə dərəcəsidirsə 24 dənə də hibrid orbitalı var. Onda bu da eləyəcək 24000. sp2 hibrid orbitaldan sonra 24000. Bir molekulunda hidrogenin kütləsi 12 kiloqramdırsa, yəni ki 12000 qramdırsa, lavsan lifində. Lavsan lifini indi yazmışdım. 8 dənə hidrogen atomu var da bunun. Yenə yazaq. Fikrimdən çıxdı, sildim. C6H4 karbon, oksigen, CH2, CH2. Burada görürük hidrogen atomlarının sayı 2, 2, 4 dənə, bu da 4 dənə, 8 dənə. Yəni ki, polimerləşmə dərəcəsi də n-dir. Bu da 8 n-ə bərabərdir. 8 n 12000 qrama bərabərdirsə, n də bərabərdir. Demək, 1500'ə. N'in qiyməti yenə 1500 çıxdı. Bu dəfə sellulozanı istəyir. Sellulozanın formulunu elə burada yazaq. Selluloza C6H10O5'dir. Polimerləşmə dərəcəsi n-dir. Hidrogen atomlarının kütləsi 10 n eləyəcək. Bərabərdir 12000'ə. 12000. N'in qiyməti 1200 çıxacaq buradan. 1200, bir dənə 0 artıq yazdım. 1200. Sonra enant lifi və lavsan lifi. Lavsan lifini yazmışam burada. Enantı da yazay. Enant lifi də omega amin enantı, yəni NH, CH2 6 dənə, CO enant lifimiz.
Hər ikisinin polimerləşmə dərəcəsi n-dir. Makromolekulunda metilen qrupların sayını. Bunda 6 dənədir, yəni buranın qiyməti çıxır 6n. Enant lifində üzr istəyirəm, 6n-dir x-in qiyməti. Sonra Lavsan lifində isə 2 dənə CH2 qrupu var, metilen qrupu var. Onda burada çıxır 2n. Bizə də deyir ki, 6n bölünsün 2n nə verər? Yəni x-in qiymətini y-in qiymətinə böl, 3 çıxacaq cavabımız. Polimerləşmə dərəcəsi 2000 olan selluloza molekulunda quruluş halqasında olan hidroksil qrupların ümumi sayı. Biz bilirik ki, nədir bu? Sellulozada 3 dənə OH qrupu var. Bayaqlar dedik. Onda bunu da 2000-ə vurarıq sellulozanın quruluşuna. Bu da bizə verər 6000. Sellulozanın orta nisbi molekul kütləsi 48600-dür. Hidroksil qrupların sayını müəyyən edin. 48600-ü bölər 162-yə bizə verəcək demək 3000. Yenə deyir hidroksil qrupları, yenə sellulozada 3 dənə hidroksil qrupu var. 3000 polimerləşmə dərəcəsidir. Yəni bura 3000-dir. Vurdum 3-ə. Bizə verdi 9000 dənə OH qrupu. Çünki bir dənəsində 3 dənə OH qrupu var. Əzbərə yadda saxlamaq lazımdır. Sellulozada 3 dənə OH qrupu olur. Enant lifinin makromolekulunda 3500 karbon atomu olarsa, enant lifinin formulu elant burada yazmışıq. Demək, görürük ki, 6 dənə, bir dənə də burada karbon atomu, ümumilikdə 7 dənə var. Polimerləşmə dərəcəsi n qəbul eləsə, bu bizə verəcək 7n bərabərdir 3500-ə. Onda n-in qiyməti çıxacaq 500. Polimerləşmə dərəcəsi 500 elədi. Sonra selluloza, yəni 85-də yazdıq. Selluloza molekulunda 43000 proton varsa, indi sellulozanı burada yazaq, 43000 protonuna tapaq. Sellulozanın formulu, bayaqlar dedik, C6H10O5-dir. Polimerləşmə dərəcəsində n qəbul eləsək, burada proton sayları burada verib proton 6, 1, 8. Yəni 6, 1 və 8 verib. Baxıram, görürəm ki, 6, 6-nın 36-dan proton, 10 dənə proton, üstünə gəlməsin 40 dənə proton. Ümumilikdə 50, 86 n proton varımızdır ki, bu da bizə deyir 43000 ümumilikdə edib. Onda n-in qiyməti çıxır 5000. 5000 polimerləşmə dərəcəsi 5000 çıxdı. 1 molunu tamamilə efirləşməsinə nə qədər sirkə lazımdır? Bunun tərkibində 3 dənə OH qrupu var axı burada. 3 dənə OH-ımız var. Hər bir OH da ki, bir dənə sirkə ilə birləşirsə, 3 dənə sirkə ilə birləşər. Onda bu qiyməti 5000 tapmışıqsa, 3 vurulsun 5000, bu da bizə verir 15000. 87. Eyni sualdır, neytron sayına prosto deyir. Neytron sayı, burada elə karbon 6, hidrogen 6 elədi. Buradan çıxanda burada qaldı 0, burada qaldı 8. İndi də gətirib bunun üzərində yerinə qoyaq. Bir dənə burası 0-dır. 0-dırsa, onu da buradan sıfırladıq. Demək, bizim ümumi elədi bu 76. 76 və bizə deyir ki, 152 mindəki neytronu var. 76-ya böləndə 2000 eləyəcək. Bəlkə böləndə səhv eləyə də bilərik. 43000-i 86-ya böləndə 43-dən 86 getdi. 2-də 1, 500 eləyirdi. Yuxarıda 1500 eləyəcək. Mən 15000 yazdım. 1500 efir eləyər. Bir dənə sıfırı silərik 86-da. Biraz diqqətli olmaq lazımdır. Belə. Nitrat turşusu da eynən, demək, sirkə turşusu kimi 1 moluna 3 mol reaksiyaya girəcək. Bizim də polimerləşmə dərəcəmiz burada demək 152.000 vermişdi də, 152.000 vermişdi. Buradan da ki
152-ni 76-ya böləndə eləyir 2000. 2000-i də polimerləşmə dərəcəsi kimi bura qeyd eləsək. Demək 2000-dir. 2000 dənədən də bunu da 3-ə vurarıq. Eləyər bura 6000. Demək nitrat turşusu. 6000 mol nitrat turşusu. Kapron lifi 2000 dənə azot var. Tərkibində normalda bir dənə azot olur. Kapron lifinin NH, CH2, 5 dənə. CO. Kapron lifidir. Tərkibində bir dənə azot var. Karbon atomlarının sayını istəyir. 2000 dənə azot varsa 5 dəfə çox ondan daha doğrusu karbon 6 dəfə çoxdur. Bir dənə karbon da burada cəmi 6 dənə karbon. 12000 çox 12000 karbon eləyəcək. Belə 89 enant lifində də eynən sadəcə bir burada NH CH2 enant lifində 6-dır. CO bizə nə deyir? Deyir ki, azot 2000 dənədirsə 6, 7, 14 min dənə də karbon olar. Ondan 7 dəfə çox. Nə deyir? Deyir ki, uyğunluğu müəyyən edin. Təbii kauçuk B getdi təbii kauçuka. Ondan sonra kapron lifi A getdi. Kapron lifinə formulları bilmək lazımdır əzbərə. Sonra bir də ki, bağlayaq. Nə istəyirdi bizdən? Naylon. Naylon da ki, burada D-dir. Yəni, D də gedər naylona. Uyğunluğu orada özümüz təyin edərik. D də getdi naylona. Yəni 3-ə. Nə oldu cavabımız? 1B, 2A, 3D. Sonra 91. Divinil kauçuku C'dir. Getdi 1-ə. Sonra lavsan lifi Y'dir. Getdi bura. 2-yə. Enant lifidəki omega amin enant, yəni A-dır. Getdi bura. 1C, 2Y, 3A. İri molekulu birləşmələr üçün uyğun olanları müəyyən edin. Poliamiddir. Polimetil metakrilat. Demək, polimetil metakrilat mürəkkəb efirdir. Yəni, polimetil metakrilat mürəkkəb efirdir. A-nı atarıq bura. Yaza bilərik. Nişasta karbohidratdır. Neylon lifi poliamiddir. Polibutadiensterol karbohidrogəndə heç birinə getmir. Enant lifi yenə poliamiddir. Omega amin enant turşusundan alınır. 1C-yə 2A, 3B. İri molekulu birləşmə üçün uyğunluğu müəyyən edin. Mürəkkəb efir, lavsan lifi mürəkkəb efir qrupları daşıyır. Trinitroselluloza daşıyır. A, B getdi mürəkkəb efirə. Sonra selluloza karbohidratdır. Kapron lifi amiddir. Fenol formaldehid qətranındakı heç biri. Sonra yalnız karbon və hidrogəndən ibarətdir. Yəni tərkibində oksigen olmasın, karbohidrogen olsun. Lavsan lifi karbon, hidrogen və oksigəndən ibarət. Karbon, hidrogen və oksigen və azotdan ibarət. Lavsan lifi demək karbohidrogen və oksigəndən ibarətdir. Çünki tereftal turşusu ilə etilen glikoldu. A getdi 2-yə. Enant lifi omega amin enant turşusu, yəni ki poliamiddir. Enant getdi B, getdi 3-ə. Çünki tərkibində azotda olacaq. Polisterol karbohidrogendir. Getdi C-yə. Neylon yenə D-yə gedəcək. Çünki poliamiddir.
Selluloza karbohidratdır. Tərkibində karbon, hidrogen, oksigen olacaq. O da gedəcək 2-yə. 1C, 2AY, 3BD olacaq. 95. Kapron lifi nə istəyir bizdən? Elementar halqasında olan karbon atomlarının sayı. Kapron lifi tərkibində 5 dənə karbon metilen qrupudur. Yəni burada yazaq elə. Kapron lifi formulu NH CH2 5 dənə CO. Görürəm ki, burada 6 dənə karbon var. B getdi 1-ə. Enant lifi burada sadəcə 6 dənə karbon atomu var. Bilikdə bu da 1 dənə, bura 6 dənə, 7 dənə oldu. Y getdi 2-yə. Polimetil metakrilat. Polimetil metakrilatdakı CH2, CCH3, COOCH3. Burada da 1, 2, 3, 4, 5 dənə. Bu da gedəcək bura. 1B, 2Y, 3C uyğun gələcək. Sonra elementar halqasında hidrogen atomlarının sayı A, polimerləşmə dərəcəsi N-dir, qalanların hamısı neylon lifinə görə tapmalıyıq. Neylon lifinin tərkibi demək turşu qrupunda 4 dənə NH CH2 qrupu, burada 6 dənə yenə NH. Demək hidrogenlərin sayı. Bu polimerləşmə dərəcəsi N-dir, hidrogenlərin sayı da ki 1 dənə, 12 dənə, 13 elədi, 14, 14 o da 8, burada 4-dür də. 14 o da 8, 22 dənə, bu da elədi 22N. Düz hesabladım mı? 1, 6, 2, 12, 13, 14, 14 o da 8, 22 dənə. Onda bunun 22N çıxır hidrogen sayı. İndi gələk digərlərini tapayıq. Kapron lifi. Kapron lifi bayaqlar yazdıq. NH, CH2 6 dənə, CO. 6, 2, 12 bu da 1 dənə hidrogen, 13 dənə hidrogeni var. 13 dənə hidrogeni demək 22-yə. Neylon lifitdə, neylon 4, 2-nin 8, NH 9, NH 10, 6 dənə də CH2 qrupu o tərəfdə. Altı dənə də CH2 o tərəfdə. O da elədi 12. 22 eləyir də düz. Yəni elementar halqasında hidrogen atomları 22 N-dir. Polimerləşmə dərəcəsi N-dir. Hamısının 22. Kapron lifi X, Y, Z. 5,5. Yəni ki, bu polimerləşmə dərəcəsini X qəbul eləsək, 13X bərabərdir 22-yə. 22 də 13-ə bölünmür axı. Nəsə düz eləmədik hardasa. Bir dənə də dəqiqləşdirək. Polietiləndə 4 dənədir. 22-yə böləndə eləyəcək 5,5-in. Yəni 5,5-in bura oldu 5,5-in. 5,5-in C uyğun gəlir bura. Polixloropren olanda xloroprenəndəki C4H5 xlordur bu şəkildə. Burandakı Z qəbul eləsə, onda 5Z bərabərdir
22'yə z də bərabərdir 4,4-ə. Bu da çıxır Y variantı. Qapının lifində biz nəyi səhv edirik? Beş dənə CH2 deyirəm. 13 nədir? 11 eləyir də. Gör nəyi səhv edirəm. Qaprolaqdan NH CH2 5 CO. 5 2-nin 10 eləyir. Mən 13 necə yazıram bunu bilmirəm. Burada elədi 11x bərabərdir 22x bərabərdir 2. 2n. 2n-dəki uyğun gələn D variantıdır. Üzürlü hesab edeyim. Bir dənə bu 96-cı sualda fikrim getdi. Yəni biraz qabağa verib baxa bilərsən. Belə. İzlədiyiniz üçün təşəkkür edirəm. Özünüzdən müğayət olun. Gələn videolarımızda görüşənədək.